Səbail rayon polis idarəsi 41-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı 32 yaşlı Ülvi Rüstəmli narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılır. Onun üzərindən 4 kiloqram marihuana, heroin, tiryək və 100 ədəd güclü təsir edici xassəyə malik tramadol həbə aşkarlanıb. İdarənin 8-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyatla 29 yaşlı Təbriz Ağayevdə saxlanılıb. Ondan 8 kiloqram marihuana aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılan hər iki şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanış olduqları, şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşlarından aldıqlarını və maddi qazanc müqabilində əvvəlcədən təyin olunmuş yerlərdən götürüb ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər. İran vətəndaşı olan Salihdən külli miqdarda narkotik, patrik, kakos, nəşə, dərman götürürəm. Faktlarla bağlı araşdırma aparılır.